Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz 9-cu sinif ingilis dili dərsliyində öz əksini tapmış qaydalardır. 4-cü bölmə indiki sadə zamanın məchul növü və indiki davam edici zamanın məchul növü. İndiki sadə zamanın məchul növü isə present simple passive. Biz bilirik ki, İngilis dilində cümlələr məlum və məchul növdə olur. Məlum növdə hərəkət mübtada tərəfindən icra olunur. Məchul növdə isə hərəkət mübtadanın üzərində keçir. Məchul növlərdə hərəkət mübtadanın üzərindədir. Mübtada hərəkət etmir. Məsələn, Astronauts do most washing with a simple wet cloth. Bu sadəcə olaraq məlum növdə olan cümlədir. Bizim burada deməli mübtadamız astronavt, kosmonavtlardır. Kosmonavtlar deməli çox şeyi sadə nəm əski ilə yuyurlar. Bu cümləmizin mübtadası kosmonavtlar. Amma gəlin həmin cümləni məchul növdə izləyək. Most washing is done with a simple wet cloth. Artıq bu cümlə məchul növdədir, indiki sadə zamanın məchul növündə. Necə çevirdik bunu məchul növə? Çox sadə. Cümləni məchul növə çevirmək üçün məlum növ cümlənin tamamlığı məchul növ cümlənin mübtadasına çevrilir. Artıq biz görürük ki, burada kosmonavtlar bu mübtadadır, do bu xəbərdir, most washing isə bizim tamamlığımızdır. Deməli, məchul növ cümlədə tamamlıq cümlənin əvvəlinə keçir. Most washing, fikir verək, do bizim cümləmizdə xəbər, məlum növ cümləsində do xəbər indiki sadə zamandadır. Əgər bizim cümləmizin xəbəri indiki sadə zamandadırsa, deməli məchul növdə həmin xəbəri də biz to be fiilini indiki sadə zaman formasını istifadə etməliyik. Əsas fiil isə, bax bu do fiilini, üçüncü formada. Üçüncü forma isə qaydalı fiillər id şəkilçisini götürməklə düzəldir. Qaydasız fiillər isə kökündən dəyişməklə. Do fiilinin üçüncü forması done'dır. Do, did, done. Most washing is done with a simple wet cloth. Burada biz nəyə fikrimizi cəmləşdirmişik? Most washing bu cümləmizin tamamlığıdır və bu hərəkət cümlənin tamamlığının üzərində keçirilir. Yadda saxlayaq ki, bizim məlum növ cümlədə xəbərimiz hansı zamandadırsa, məchul növ cümləsində də to be fiili mütləq və mütləq həmin zamanda olmalıdır. To be fiilindən sonra isə cümlənin əsas fiilinin üçüncü forması gəlir. How to form, necə düzəldirik? Subject mübtada, to be fiilinin am, is, are mübtadadan asılı olaraq üçündən bir forması və əsas fiilinin past participle, yəni participle to fiilin üçüncü forması istifadə olunur. Əgər biz hərəkət edəni cümləyə gətirmək istəyiriksə, artıq biz hərəkət edəni cümləyə by sözünü ilə gətirməliyik. Məsələn, this lesson is studied by most students. Bu dərs çox şagirdlər tərəfindən öyrənilir. Bizim mübtadamız this lesson üçüncü şəxsin təkindədir. Ona görə də to be fiilinin is formasını istifadə etməliyik. Criminals are arrested every day in this town. Bu cümlə bizdə məlum növdədir. Bağışlayın, bu cümlə burada məchul növdədir. Cinayətkarlar bu şəhərdə hər gün həbs olunurlar. Cinayətkarlar cəmdədir mübtadamız. Ona görə to be fiilinin cəm formasını istifadə edirik. Və əsas fiilinin həbs olunurlar üçüncü formasını. Bu cümlədə biz artıq kim tərəfdən hərəkət etdiyini göstərmirik. Yəni, məchul növ cümləsində hərəkət edən, hərəkəti icra edən göstərilə də bilər, göstərilməyə də bilər. Sadəcə olaraq artıq buradan bizə məlumdur ki, cinayətkarları kim həbs edə bilər? Yalnız polis həbs edə bilər. Və bu bizim üçün aydındır. Heç o cümlədə də biz polis sözünü istifadə etmirik. Amma bu bizim üçün aydındır. The city is not visited by many tourists. Bu cümlə
Bizdə indiki sadə zamandadır. To be fiili is ki, inkarı not ilə düzəldir və əsas fiilin üçüncü forması. Sual formasında, sualda isə to be fiili mübtadadan əvvələ keçir. Yadda saxlayaq ki, inkar cümləni düzəltmək üçün am, is, are, to be-nin am, is, are formalarından sonra not inkar ədatı deməli to be ilə birləşir. Sual formasını düzəltmək istəyiriksə də to be fiilinin lazım olan forması mübtadadan əvvələ keçir. The station is monitored by the mission control on Earth. Burada bizə hərəkət edən verilibdir. Biz bu hərəkət edəni by sözünü ilə cümləmizə daxil edirik. Bütün məchul növdə biz nədən istifadə edirik? To be fiilindən və əsas fiilin past participle, participle to əsas fiilin üçüncü formasından hərəkət edən cümləyə by sözünü ilə gətirilə bilər, amma bu hərəkət edən cümlədə görsənməyə də bilər. Bunu biz daxil etməsək də olar. İndiki davam edici məchul növ. Məchul növün indiki davam edici zamanı the present progressive passive. Deməli, indiki məchul növün indiki davam edici zamanında biz bir daha qeyd edim ki, məchul növ mütləq və mütləq to be fiili ilə əmələ gəlir. To be fiili bizim məchul növ cümləmizdə mütləq olmalıdır. Məchul növün indiki davam edici zamanı bizə hərəkətin davam etməyini göstərir. Davam edən hərəkəti göstərir. Bu hərəkət davam edir. Məsələn, they are sending a message to the astronauts in space. Onlar astronavtlara, kosmonavtlara, səmaya mesaj göndərirlər. Burada cümləmiz indiki davam edici zamanın məlum növüdür. Gəlin bu cümləni biz indiki davam edici zamanın məchul növündə istifadə edək. Biz görürük ki, bizim cümləmizdə tamamlıq message. They burada bizim cümləmizin mübtədasıdır. Are sending bu bizim cümləmizin xəbəridir. Message bu bizim cümləmizin artıq tamamlığıdır. Həmin cümləni biz məchul növdə istifadə etmək istəyiriksə, biz tamamlığı məchul növ cümləsinin mübtədası etməliyik. Buyurun, message. Biz baxırıq ki, bizim zamanımız məlum növdə indiki davam edici zamandır. Deməli, məchul növdə də biz indiki davam edici zamanı istifadə etməliyik. Bu mütləqdir. Necə istifadə edirik? To be fiili are. Niyə? Çünki message cəmdədir, indiki zamandadır. Being niyə? Çünki davam ediciliyini göstərir. Əsas fiil sending isə fiilin üçüncü forması send. Send fiili qaydasız fiildir və onun üçüncü forması senddir. Send, send, send. Message are being sent to the astronauts in space. Mesajlar kosmonavtlara, səmaya göndərilir. Bizim hərəkətimiz davam etməkdədir. Davam edən prosesi göstərir. Quruluşu düzgün bilmək lazımdır. Məchul növün indiki davam edici zamanı, to be fiilin am, is, are formaları, sonra bu indiki zaman olduğunu göstərir. Davam ediciliyini göstərmək üçün to be fiilinin being forması və əsas fiilin üçüncü forması. Məsələn, this lesson is being studied by most students. Bu dərs çox şagirdlər tərəfindən öyrənilir. Öyrənilir is being studied. Bir daha quruluşu sizin yadınıza salıram ki, present progressive passive və yaxud present continuous passive indiki davam edici zamanın məchul növündə to be fiilinin am, is, are mübtədadan aslı olaraq am, is, are formalarından biri bu indiki zaman olduğunu göstərir. To be fiilinin being forması bu davam edici, indiki davam edici zamanın formasını göstərir. Əsas fiilin də üçüncü forması bu isə cümlənin məchulda olduğunu artıq tamamlayır. Məsələn, are the toys being cleaned by your niece now? Biz burada sual cümləsi düzəltmişik. Sual cümlələrində to be fiili mübtədanın əvvəlini keçməklə düzəlir.
və yaxud the songs are being sung by the children in the school hall. Dördüncü unit keçmiş zamanın məchul növü və gələcək zamanın məchul növü. The past simple passive. Keçmiş zamanın məchul növünü biz keçmişdə baş verən hərəkəti göstərmək üçün istifadə edirik. Məchul növdə də bir daha qeyd edirəm ki, məchul növdə hərəkət mübtada tərəfindən deyil, hərəkət mübtadanın üzərində keçir. Məsələn, more than 3,200 guests attended the opening ceremony. Bu bizdə məlum növdə olan cümlədir. Deməli, 3200 qonaqdan artıq mərasimin açılışında iştirak etdilər. Keçmiş zamanda məlum növdə. Bu cümlənin məchul növü, cümləmizin tamamlığı the opening ceremony. Bu artıq gəlib durmalıdır bizim cümləmizin məchul növ cümləsinin əvvəlində, çünki bu artıq oldu mübtada. The opening ceremony məlum növdə bizim xəbərimiz past simple zamanındadır. Əgər məlum növdəki cümlə past simple zamanındadırsa, məchul növdə artıq to be fiilinin past simple zaman formasına götürməliyik. Mübtadamızdan asılı olaraq bu was və yaxud were olur. Bizim cümlədə mübtadamız ceremony 3-cü şəxsin təkindədir. Ona görə to be fiilinin was formasını istifadə edirik. Və əsas fiilin 3-cü forması attended, bu fiil qaydalı fiil olduğuna görə onun 3-cü forması da 2-ci forması kimi ed ilə düzəlir. The opening ceremony was attended by more than 3,200 guests. Necə düzəldirik? Mübtada to be fiilinin was və yaxud were forması, was və yaxud were'nin olması bizim məlum məsələdir ki, mübtadamızdan asılıdır və əsas fiilin 3-cü forması. This lesson was studied by most students. Burada bizim mübtadamız this lesson 3-cü şəxsin təkində olduğuna görə to be fiilinin was formasından istifadə edirik. These lessons were studied by most students. Artıq burada bizim mübtadamız cəmdə olduğuna görə to be fiilinin were formasından istifadə edirik. Daha çox nümunələrimiz. The house was cleaned by the cleaning lady on Monday. Cümləmizdə was cleaned artıq bizə göstərir ki, to be fiili keçmiş zamanda, əsas fiil 3-cü formada, deməli bu məchul növün past simple zaman formasıdır. Və yaxud the storybook was read by the teacher to the students yesterday morning. The cookies were not baked by grandma for the family gathering. Diqqət edək, əgər biz məchul növün past simple zamanının inkarını düzəltmək istəyiriksə, to be fiilindən sonra not inkar ədatı yazılır. The email was written by John to his friend last month. Was the car fixed by the mechanic yesterday? Burada biz artıq məchul növün keçmiş zaman past simple passive zamanının sual formasını düzəltmişik. Sual formasında to be fiilinin was və yaxud were forması mübtadadan əvvələ keçməlidir. Future passive. Gələcək zamanın məchul növü. Gələcək zamanın məchul növünü düzəltmək üçün ümumiyyətlə gələcək zamanın məchul növü gələcəkdə baş verəcək hərəkətləri, mübtadanın üzərində keçən hərəkətləri göstərmək üçün işlədilir. The future passive is usually formed with will or be going to. Gələcək məchul növ adətən will və yaxud be going to ifadəsi ilə düzəlir. Məsələn, they will realize exciting projects. Bu cümlə bizdə gələcək zamanda məlum növdədir. Gəlin onun məchul növ formasına baxaq. Exciting project cümləmizin tamamlığıdır. Deməli, cümlənin əvvəlinə keçməlidir. Bizim zamanımız gələcəkdir. Deməli, gələcəyi göstərmək üçün will, məchulluğu göstərmək üçün artıq gələcək zamanda to be fiilinin yalnız be forması istifadə olunur və əsas fiilin 3-cü forması.
exciting projects will be realized. Gəlin to be going to ifadəsi ilə düzələn məchul növə baxaq. They are going to send an email soon. Bizim tamamlığımız an emaildir. Gətiririk məchul növdə cümlənin əvvəlinə. Xəbərimiz are going to send. Çox sadə. Email üçüncü şəxsin təkində olduğuna görə is going, diqqət edək. To be mütləqdir. Nəyə görə mütləqdir? Məchulluq to be-siz düzələ bilməz. Və əsas fiilin üçüncü forması. An email is going to be sent soon. Diqqət edək, burada bizim diqqət edəcəyimiz məqam odur ki, biz cümlənin məchulda olduğunu göstərmək istəyiriksə, to be going to ifadəsi ilə is going to-dan sonra be-nin, yalnız be-nin forması, be forma istifadə olunur. Yəni ki, burada be-nin şəxsə görə dəyişmiş forması lazım deyil. Artıq şəxsə görə dəyişmiş forması özündə var. Is going to be sent soon. Forması mübtada sizləsən. Future simple zaman üçün will be yadda saxlayaq. Bunu yadda saxlamaq lazımdır ki, future passivdə to be fiilinin köməkçi will'dən sonra yalnız və yalnız be forması istifadə olunur. Əsas fiilin isə üçüncü forması. This lesson will be studied by most students. To be going to ifadəsi ilə bir daha mübtadamız are going to yenə də be'nin, to be fiilinin yalnız be forması, şəxsə görə dəyişmiş formasını götürmək olmaz və əsas fiilin üçüncü forması. Məsələn, the movie will be watched by us on Friday night və yaxud the new playground is going to be built by the construction workers next month. Əgər biz future simple passive'in sualını düzəltmək istəyiriksə, köməkçi will olduğuna görə mübtadadan əvvələ keçir və yaxud da ki, inkarını düzəltmək istəyiriksə, köməkçi will'dən sonra not inkar ədatı işlənir. To be going to ifadəsi ilə düzəltdiyimiz məchul növdə sual formalarında are, is, are və yaxud am, is, are formaları mübtadadan əvvələ keçməlidir. Beşinci bölümdə isə past progressive passive, present perfect passive, yəni keçmiş davam edicinin məchul növü və yaxud indiki bitmiş zamanı məchul növü. Keçmiş davam edici zamanda həmçinin məchul növdə işlənə bilər və o bizə keçmişdə davam edən hərəkətləri göstərir. Keçmişdə, amma keçmişdə davam edibdir bu hərəkətlər. Məsələn, visitors were admiring the painting grandma's house when an elderly man started crying loudly. Bu məlum növdədir bu cümləmiz. Keçmiş davam edici zamanın məlum növündə. Bunun məchul növ forması bir daha cümlənin tamamlığı gəlir mübtada yerinə. The painting grandma's house. Biz burada were admiring nə edirik? Mübtadamız üçüncü şəxsin təkində olduğuna görə, keçmişdə olduğuna görə was, davam edici olduğuna görə being, məchulluğu tamamlamaq üçün isə əsas fiilin üçüncü forması admired formasından istifadə edirik. Məsələn, this lesson was being studied by most students. Was keçmişliyi göstərir, being keçmişin davam ediciliyini göstərir, studied məchul növün tamamlanmasını göstərir ki, bu cümlə bizdə məchul növdədir. Məsələn, the picture was being painted by the artist while the sun was setting. Sual düzəltmək üçün to be-nin was və yaxud were formaları mübtadadan əvvələ keçir. İnkar lazım olarsa da to be-nin was və yaxud were formalarından sonra not inkar ədatı işlədilir. İndiki bitmiş məchul növ present perfect passive. Diqqətli olaq present perfect passive ilə. Present perfect passive, yəni indiki bitmiş davam edici zaman keçmişdə baş verəcək hərəkəti göstərir, amma həmin hərəkətlər indiki zaman ilə bağlıdırlar. Hal-hazırdakı vəziyyətimiz ilə bağlıdırlar. Məsəl üçün,
Experts have examined the painting. Burada cümlə məlum növdədir. Biz bunu məşğul növə çevirmək üçün nə etməliyik? Bitmiş, indiki bitmiş zaman olduğunu mütləq şəkildə have has fiilinin forması mübtədamızdan asılı olaraq mübtədamız üçüncü şəxsin təkindədirsə has, üçüncü şəxsin cəmindədirsə have forması. Bu davam edici, üzr istəyirəm, bu məchul olduğu üçün mütləq məchul növ cümlələrin hər birində to be fiilinin forması istifadə olunur. Amma hansı zamanda, hansı forması mən bunları sizə izah edirəm. Məsələn, indiki, bitmiş, məchul növ cümlələrində to be fiilinin been forması istifadə olunur. Əsas fiil də həmişəki kimi üçüncü formada olmalıdır. Məsələn, this lesson has been studied by most students. Has burada zamanımızın bitmiş olduğunu göstərir. Been burada bizim cümləmizin məchulda olduğunu göstərir. Studied isə cümləmizin əsas fiilidir. Məchul növ cümləmizi tamamlayır. These lessons have been studied. Artıq mübtədamız cəmdədir. Ona görə də have, birinci köməkçi, perfect, present perfect olduğunu göstərir. Been, cümlənin məchula düşdüyünü göstərir. Studied, cümlənin məchulunun tamamlığını göstərir. Əsas fiildir. Məsələn, the report has already been reviewed by the manager. Burada sizə bir ipucu verim. Əlbəttə ki, bu üç fiilin üçü bir-birindən ayrılmazdı nəqli cümlələrdə, amma həzlə binin arasına bizdə zərf, zaman göstərən zərf düşə bilər. Məsəl üçün already. Sualda have və yaxud has birinci köməkçi. Bax, cümləmizdə ümumiyyətlə yadda saxlayın. Bizim bir cümləmizdə bir, iki, hətta üç köməkçi fiil ola bilər. Biz sualı düzəldərkən yalnız birinci köməkçini mübtədadan əvvələ keçirə bilərik. Məsələn, have the dish been washed by Tim? Qətiyyən have been washed the dish demək olmaz. Sual cümlələrində yalnız birinci köməkçi fiil mübtədadan əvvələ keçir. İnkarı isə present perfect passivdə have və yaxud has özündən sonra not, inkar hissəciyini götürməklə düzəldir. 5-ci bölməmizdə modal feillərin məchul növü çox asan düzəlir. Çox asan modal feillərinin də məchul növü var ingilis dilində və burada biz modal feilinin məchulluğunu göstərmək üçün yadda saxlamalıyıq ki, modal feil dəyişmir, sadəcə olaraq məchulluğu göstərməkdən ötürü özündən sonra be-ni götürür, sadəcə be və əsas feilin məlum məsələdir ki, üçüncü formasını, məsələn, this lesson should be studied, this lessons must be studied, this lesson can be studied. İnkarlığı özünə modal feil götürür. This lessons shouldn't be studied və yaxud can't be studied, must not be studied. Sualda isə modal feil özü mübtədadan əvvələ keçməklə götürür. Modal feillərin məchul növünü düzəltmək üçün təsdiqdə sadəcə olaraq modal feilindən sonra be əsas feilin üçüncü forması. İnkarını düzəltmək üçün inkarlığı modal feil qəbul edir, be feili yox, modal feil qəbul edir. Sualını düzəltmək üçün modal feil mübtədadan əvvələ keçir, be feili öz yerində olaraq qalır. 6-cı unit. Biz burada artıq müqayisə və üstünlük dərəcəsi, sifətlərin müqayisə və üstünlük dərəcəsi gücləndiricilər var. Hansılar ki, bizim müqayisə dərəcəmizi və yaxud üstünlük dərəcəmizi gücləndirə bilər və yaxud onların dərəcəsini biraz yumşalda bilər, azalda bilər. Məsəl üçün, big difference deyəndə biz nə istifadə edirik? Much, far, a lot, böyük bir fərqlilik var burada. Məsəl üçün, this program is far more expensive than the other one. Burada biz deyirik ki, bu proqram digərindən çox daha bahadır. Burada bu proqramla o biri proqramın arasında çox baha fərq var.
Programs in trade school are much shorter than four-year colleges. Burada biz deyirik ki, ticarət məktəbindəki proqramlar 4 illik kolleclərdəki proqramlardan çox daha qısadır. Much shorter. Small difference nə göstərir bizim üçün? Yəni, bir balaca fərqlilik var. Çox da böyük fərqlilik yoxdur, bir balaca fərqlilik var. Slightly, a bit, a little. Məsələn, for me English is slightly easier than Russian. Mənə görə İngilis dili Rus dilindən bir balaca daha asandır. The course is a bit more difficult than I expected. Bu kurs mən gözlədiyimdən bir balaca daha çətindir. Yəni, fərqliliyin, müqayisə dərəcəsində fərqliliyin çox böyük olduğunu biz much, far, a lot'dan istifadə edirik. Fərqliliyin bir balaca olduğunu isə slightly, a bit, a little'dan istifadə edirik. Adi dərəcələrdə as, böyük bir fərqliliyi biz not nearly as, sifət as formasından istifadə edirik. Məsəl üçün, Tural isn't nearly as smart as Mira. Tural, Mira kimi demək olar ki, heç ağıllı deyil. Heç yaxın gəlmir ona. Yəni, burada biz demək istəyirik ki, Mira is much smarter than Tural. Mira Turaldan qat dərrakalıdır, ağıllıdır. There aren't nearly as many people in the conference today as there were yesterday. Many, böyük fərqliliyi göstərir. Və yaxud da ki, nearly, much, böyük fərqliliyi göstərir. Az fərqliliyi. Deməli, not nearly, yadda saxlayaq, inkarda, not nearly, sifətlər arasında böyük bir fərqliliyi göstərir. Amma sadəcə olaraq nearly, almost, not quite, burada sifətlər arasında böyük bir fərq olmadığını göstərir. Our school building is nearly as tall as yours. Bizim məktəb binamız demək olar ki, elə sizinki kimi hündürdür. Təxmini sizinki kimi də hündürlükdədir. My school isn't quite as big as Kelly's. Mənim məktəbim Kelly-ginin məktəbi qədər də, kifayət qədər də deyil. Onunki biraz balacadır, çox yox, fərqlilik burada birazdır. Eyni dərəcəliyi göstərir. Quite just, diqqət edin. Az fərqliliyi göstərir, not quite. Eyni dərəcəliyi göstərir, quite və yaxud just as adjective as. Məsələn, əgər deyir, biz vurğulamaq istəyirik ki, iki əşya demək olar ki, eyni dərəcədədir. Biz burada quite və justdan istifadə edirik. Məsələn, theoretical knowledge is just as important as practical skills. Nəzəri biliklər də təcrübə, deməli, təcrübə bilikləri kimi də vacibdir. Yəni, onların praktik biliklər kimi də vacibdir. Yəni, onların ikisi də vacibdir. Fərq burada yoxdur. Bu, müqayisə dərəcədə olan big difference, böyük fərqlilik, small difference, az fərqlilik isə same, eyni, adi dərəcədə. Bunlar adi dərəcədə, burada müqayisə dərəcəsində, deməli, yadda saxlayaq ki, müqayisə dərəcəsində böyük fərqliliyi bizə göstərir much, far, a lot, sonra isə əlbəttə ki, bizim müqayisədə olan sifətimiz işlənir. Fərqliliyin az dərəcədə olduğunu göstərir slightly, a bit, a little, sonra isə müqayisədə olan sifətimiz işlənir. Adi dərəcədə fərqliliyin çox olduğunu bizim üçün göstərir. Not nearly, yadda saxlayaq, not nearly inkar forması. Small difference, az fərqliliyi göstərir. Nearly, almost, not quite. Eyni dərəcədə isə quite və just göstərir. Üstünlük dərəcəsində vurğulamaq istədiyimiz biz istifadə edirik easily and by far. Əgər biz sifətlərin üstünlük dərəcəsini vurğulamaq istəyiriksə, biz burada easily və yaxud by fardan istifadə edirik. Burada yadda saxlayaq ki, deməli easily və by fardan sonra sifətin üstünlük dərəcəsi gəlməlidir. This chef is easily the greatest instructor of all time. Bu aşpaz bütün zamanların, düzdür, burada biz hərfi tərcümə etsək deyərik ki,
asanca ən böyüyüdür. Biri deməyək, deyək ki, sözsüz ki, ən böyüyüdür. Bütün zamanların deyir, ən möhtəşəm aşpazıdır. 6-cı unit modifiers təyin edicilərdir. We use modifiers before adjectives to make them strong or weaker. Biz sifətlərin qarşısında təyin edicilər işlədərək onları biraz gücləndirir və yaxud biraz zəiflədə bilərik. Biz təyin ediciləri düzgün işlətməliyik və biz bilməliyik ki, İngilis dilində sifətlər olur gradable, yəni ki, müqayisə dərəcələri olan sifətlər və non-gradable müqayisə dərəcəsi olmayan sifətlər, dərəcələnən sifətlər gradable, dərəcələnməyən sifətlər non-gradable. Sifətlərin çoxusu dərəcələnən sifətlərdir. Bu sifətlərin müxtəlif, deməli, kəmiyyətində onların müxtəlif dərəcələri var. Məsəl üçün, hava necə ola bilər? Biraz soyuq, a bit cold, çox soyuq, very cold, hədsiz dərəcədə soyuq, extremely cold. Bunların, bu təyinləcilərin köməyi ilə biz nə etdik? Biz bu mənanı ya daha da gücləndirdik və yaxud daha da zəiflətdik. Məsəl üçün, a bit cold, biraz soyuq, very cold, çox soyuq, extremely cold, yüksək dərəcədə soyuq, ekstremal dərəcədə soyuq. Biz artıq burada gücləndirdik extremely cold. Deməli, dərəcələnən sifətlərin mənasını gücləndirmək üçün biz istifadə edirik belə təyin edicilərdən very, extremely and really. Amma sifətlərin dərəcəsinin biraz yumşaltmaq, zəiflətməkdən ötürü biz istifadə edirik fairly, a bit, rather, quite sözlərindən. Fairly, more than average but less than very. Deməli, ortam olandan biraz çox, amma çoxdan biraz az. Rather, kifayət qədər deməkdir. Yaxşı dərəcədə, biraz yumşaq dərəcədə. Quite, kifayət qədər deməkdir. Az, azdır, çox deyil. Quite has different meanings when it's used with gradable and non-gradable adjectives. Fikir verək. Quite sözünün dərəcələnən sifətlərlə işləndikdə və dərəcələnməyən sifətlərlə işləndikdə müxtəlif mənaları olur. Quite gradable adjectives. Əgər biz quite'dan sonra dərəcələnə bilən sifət işlədiriksə, deməli, bunun mənası biraz, çox yox, lap da çox yox, amma biraz var. Demək olar ki, bu mənaca razı və fairliyə uyğun gəlir. Məsəl üçün, this program is quite long. Uzundur bu proqram, kifayət qədər. Amma da o qədər də çox uzun deyil də, kifayət qədər uzundur. Bəzi sifətlər isə dərəcələnməyən absolute adjectives adlanır, ümumiyyətlə dərəcələnməyən sifətlər. Məsələn, gəlin götürək free, boş, azad fiilini. Biz demək deyə bilmərik ki, biraz azadıq. Çox azadıq. Ya biz azadıq, ya biz azad deyilik. Və yaxud gəlin götürək right, haqlı sözünü. Biz deyə bilmərik ki, biraz haqlıyıq, çox haqlı. Ya biz haqlıyıq, ya da biz haqlı deyilik. İkisindən biri, ortam yoxdur. Ya dərəcələnməyən sifətləri belə yadda saxlayın. Ya nəyinsə ən pik nöqtəsi yuxarıda, ya da nəyinsə ən pik nöqtəsi aşağıda. Yəni, pik nöqtə yuxarıda, ondan yuxarı daha heç nə ola bilməz və yaxud pik nöqtə lap aşağıda, ondan aşağı daha heç nə ola bilməz. Söhbət sifətlərdən gedir. Sifətlərimizi daha gücləndirmək üçün biz onların qarşısında absolutely, totally, completely kimi sözlərdən istifadə edirik. Burada bizə demək olar ki, ən çox işlənən, dərəcələnə bilməyən absolute sifətlər verilir. Empty, full, did, finished, equal, false, true, final, married, single və s. Məsələn, gəlin götürək boş, empty. Boş elə boşdur, biraz boş, nə bilim, az boş, çox boş, elə şey yoxdur. Boşdursa deməli boşdur. Doludursa, məsəl üçün, deməli doludur. Did, ölü. Deyə bilərik, biraz ölüdür. Xeyr, ölü artıq ölüdür. Ondan o yana yoxdur. Nə bu yana, nə o yana artıq yoxdur. Həmçinin
Non-gradable strong adjectives var. Bax, bu dediklərimiz empty, full, did, finished, equal, false, true, final, married, single. Bunlar non-gradable absolute adjectivesdir. Gəlin baxaq görək non-gradable strong adjectiveslər nədir? Burada onlar çox zaman bizə deməli mənasına görə verini xatırladır. Biz əgər istəyiriksə sifəti daha da gücləndirək, biz istifadə edirik absolutely, completely, quite, really. Burada da quite'ın gradable və yaxud non-gradable işlənməsində fərq var. Əgər biz quite'dan sonra non-gradable, yəni dərəcələnə bilməyən sifət işlədiriksə, bunun əsasən mənası tamamilə deməkdir. Totally or completely. Məsələn, the program was quite incredible. Bu proqram tamamilə inanılmazdı. Tamamilə burada quite non-gradable sifətlərlə işlənərək tamamilə kimi tərcümə olunur. Burada isə bizə verilibdir bəzi ümumi işlənən strong adjectives. Gradable və non-gradable. Gradable, big, non-gradable, enormous, huge. Small, tiny. Bad, awful, terrible. Tasty, delicious. Pleased, delighted. Hungry, starving. Dirty, filthy. Tired, exhausted. Important, necessary. Surprised, amazed. Scared, frightened, terrified. Cold, freezing. Hot, boiling. Good, fantastic. Bu deməli dərəcələnə bilməyən sifətlərin ümumiyyətlə bunlar deməli bir-birinin əksini burada tapmışdı. Dərəcələnən və dərəcələnə bilməyən. Məsəl üçün big böyük, enormous huge nəhəng. Biz bunları əzbər öyrənsək yaxşıdır. Çünki mən həmişə vurğulayıram ki, əgər bizim dərsliyimizdə hər hansı bir mövzuya yer ayrılıbsa, deməli, bu mövzu mütləq şəkildə imtahanda qarşımıza çıxa bilər. Ona görə biz gradable adjectives, non-gradable adjectives fərqini bilmək üçün bu siyanı əzbər bilsək yaxşıdır.